Türk ağsaqqalları arasında əlaqələrin inkişafı İctimai Birliyinin mərkəzi ofisində Taib üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair, ziyalı Vahid Aslanın Çətindərə kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Taib nümayəndələri, tanınmış şəxslər, yazıçılar, şairin ailə üzvləri iştirak ediblər. İlk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Taibin sədr müavini Eyvaz Hümbətov tədbiri giriş sözü ilə açaraq bildirib ki, bugün qədim yurd yerlərimiz haqqında sənədlərin, tarixi məlumatların, elmi araşdırmaların yer aldığı kitabların təbliği Azərbaycan həqiqətlərinin tanınmasıdır. Çətindərə kitabının da ərsəyə gəlməsində əsas məqsəd Gədəbəyin etnoqrafik təbiətinin, səfalı yaylaqlarının və unudulmuş yurd yerlərinin tanınmasına töhfə verməkdir. Burada müəllif keçmişimizin izlərini qoruyub, gələcək nəsillərə çatdırmağı qarşısına məqsəd qoyub. Digər çıxış edənlər kitabla bağlı fikirlərini dilə gətirib və Vahid Aslanın fəaliyyətini yüksək qiymətləndirərək gələcək işlərində uğurlar arzulayıblar. Sonda şairin şeirlərinə həsr olunmuş mahnılar videoçarx şəklində nümayiş olunub və müəllif tədbirdə iştirak edənlərə dərin minnətdarlığını bildirib. Kitabda bir roman, 24 hekayə yer alıb. Roman Çətindərə adlanır, elə kitabın adı da romandan götürülüb. Romanın əsas qayəsi Gədəbəyin etnoqrafik təbiətinin təsviri, yer adları, yurd adları, unudulmuş yaylaq yerlərinin adları. Sizə deyim ki, mən həmin adları tapmaq üçün, bərpa eləmək üçün yaşlı nəslin nümayəndələri ilə görüşdüm, söhbətlər elədim. İnformativlik baxımından da kitabda zəngin məlumatlar var. Hekayələrə gəldikdə, hekayələrin mövzusu rəngarəngdir. Burada deyək ki, insan psixologiyasının müəyyən qatıları ilə bağlı olan, xarakter ziddiyyətlərinin toqquşması üzərində qurulan, vətən sevgisi, torpaq sevgisi, dövlətçilik sevgisi üzərində qurulmuş, yəni motivi bu mövzular üzərində köklənmiş hekayələr yer alıb. Xatırladaq ki, Vahid Aslan 16 kitab, 4 monoqrafiya, 2 metodik vəsait və 440-dan çox məqalənin müəllifidir. Nurlana Əhmədova, Seyranə Quliyeva, Çingiz Abdullayev, Heydər Həsənli, Misya TV.